Deyərdim ki, hər cərrahın həyatında belə bir an yaşanıb. Xəstə ilə bağlı bütün ümidlərini itirir, amma nəticədə bir möcüzə alınır, bir möcüzə baş verir. Sizin başınıza belə hal gəlib? Hal-hazırda xatirimdə olan hadisədən tam artıq 20 il keçib. İndi belə danışdığım zaman o an keçirtmiş olduğum hisslər gəlir. Çünki Bakıda yeni başladığımız dönəm idi. Və hələ əlbəttə ki, heç kəs tanımır. Ölkədə yeni bir fəaliyyətə başlamışdıq və bir körpə uşaq üzərində əməliyyat gedirdi. İndi universiteti bitirmiş vəziyyətdədir. Ay maşallah. Və o uşağın əməliyyatında əslində ürək cərrahisinin ən sadə əməliyyatlarından biridir. Və sinədən deyil, arxa tərəfdən qabırğalar arasından girib minimal invaziv bir iş görərkən yeganə əməliyyatlardan biridir ki, ürək cərrahının stresi yanında bir də rahatlığı var. Onun yanında hər zaman süni bir qan dövranı sistemi var. O sənə imkan verir, sən rahat işini görəsən. Amma bir əməliyyat var ki, orada süni qan dövranı yoxdur. O çox sadədir. O bir botal ağacığının bağlanmasıdır. Amma botal ağacığın bağlandığı zaman bu insanın qarşısına çox nadir gələr bir cərrahın başına. Amma həmin botal ağacığın bir anda qopması və 120 təzyiqi olan, heç bir hazırlığı olmayan bir ortamda, görünməyən bir ortamda təzyiqin sıfırlara qədər düşməsi və sənin, yəni elə bir məqamlarıdır ki, mən işlədiyim zaman komandamızın içində İtaliyadan çox tanınmış bir professor, uzun illər biz 15 il İtalyan professorla reanimatoloq, həkim kimi birlikdə fəaliyyət göstərdik. Bütün çarələrin bitdiyi an gəldi. Sadəcə işə davam eləməklə birlikdə xatırladığım bir şey var. Bəlkə də həyatda heç bir bu qədər o insan hər zaman çətin anında Allahdan dəstək istəyər, kömək istəyər, amma bu çox fərqli idi. Və tamamən hər şeyin bitdi. Komanda qərar verdi ki, bitdi artıq hər şey. Və bunu anestezioloq və reanimatoloq da bunu artıq razılaşmışdı. Son bir anda hər şey bitdikdən sonra, qanın tam yox olduqdan sonra bir manevraydan yenidən prosesə həmin nöqtəni tapıb, bağlayıb və bədənə yenidən qan vermək, bütün komanda özümüz qanı verərək. Əlbəttə ki, uşaq əməliyyatda yenidən ürəyi fəaliyyətə başladı. Yenidən dünyaya gəldi. Amma bir şey vardı. Bu uşağın o dönəm içərisində beyninin zədə alıb almadığı bəlli deyildi. Ən böyük təhlükə o idi və komanda və xaricdən olan ekspertlər belə dedi ki, bu beynin sağalma ehtimalı yoxdur. Ən azından əməliyyatda bu mənfi xəbər olmadı. Ailə ilə çıxıb danışarıq, amma 24 saat gözləməliyik. Və qəribə bir hiss, həmin uşağın nənəsi gecə saat 3-də bu hadisədən xəbəri yox, rəhmətə gedir. Və saat 4-də reanimasiyanın həkimi həyəcanla otağıma zəng gedir. Həmin gün xəstəxanadan çıxmamışdım ki, uşaq gözünü açdı. Yəni, bu dediniz... Çox, siz danışırsınız, mən həyəcanlanıram. Və bu uşaq inanılmaz ailə ilə bugün də görüşürük. Hər il bütün bayramlarda, xoş günlərdə mütləq bir şəkildə əlaqə saxlayırlar, ən çox. Amma minlərcə, 10 minlərcə əməliyyatda iştirak etmişik. Amma o anda mən tibbin deyil, həqiqətən kainatın və yaradanın gücünün bir mənalı, konkret bir şəkildə hiss etdiyim anıdır.